Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir krab salatı hazırlayacağıq. Yəni qeyri-adi bir krab salatı. Bunun üçün bizə nələr lazım olacaq? Gördüyünüz kimi pomidor, bolqar bibarı, sarımsaq, krab çöpləri və Holland pendiri, təbii ki də mayonez zövqə görə və duz istiyor zövqə görə. İndi başlayırıq bunları hamısını bir-bir doğramağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi burada Holland pendirimizdir. Holland pendirimizi deməli belə bu şəkildə edib beləcə bir neçə hissəyə bölüb bax belə və 3-4 hissəyə bölüb bax bu şəkildə beləcə edirik. Holland pendirimizi gördünüz, bax beləcə doğrayırıq. Yəni bərk pendir olmalıdır da. Bir də göstərirəm, baxın belə. Ondan sonra bir neçə bax belə hissəyə. Bax belə. Gördünüz əziz izləyicilər. Bu şəkildə pendirimizi doğrayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax Holland pendirimizi belə doğradıq. Keçirik krab çöplərimizə. Deməli, bax krab çöplərimizi əziz izləyicilər, bax belə bu şəkildə uzun sov doğranılmalıdır. Bax beləcə. Görürsünüz əziz izləyicilər. Beləcə doğrayırıq. Bax belə. Və çox da yox, bir iki hissəyə, yaxşın 3 hissəyə böldük. Bax bu şəkildə beləcə qoyuruq qabımıza. Deməli, əziz izləyicilər, gördüyünüz kimi krabımızın da doğradıq. İndi keçirik, belə deyərdim, bolqar bibarımıza. Bolqar bibarımızı da içini biraz çıxardıq. Beləcə dedikdən sonra 3 hissəyə də bölüb bunu beləcə tökürük ora salatımızın üzərinə. Və digərlərini doğrayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bibarları da doğradıqdan sonra keçirik pomidorumuza. Deməli, əziz izləyicilər, pomidorumuzu yarı bölüb orta hissəsini çıxardırıq ki, belə deyək də, su verməsin salatımızda. Və bu hissələrini deməli doğrayacağıq. Belə çıxardırıq, tumunuzadır, su olan hissəsini. Beləcə pomidorumuzu da doğrayırıq. Bir də pomidorumuzu da doğrayırıq
salatımızın üzerine. Deməli əziz izləyicilər, gördüyünüz kimi pomidorumuzu da doğradık və sonda sarımsağımızı bax belə xırda-xırda sürkeçdən keçirdirik. Sarımsaq buna xüsusi deyərdim tam verir. Bax gördünüz əziz izləyicilər, bax beləcə 2-3 diş sarımsağımızı sürkeçdən keçirdik. Deməli əziz izləyicilər, gördüyünüz kimi sarımsağımızı da artıq tökdük və üzərinə bir balaca duz əlavə edirik və mayonezimizi əlavə edib yaxşıca qarışdırırıq. Çox gözəl bir dadlı belə deyək krab salatımız alınır. İnci mayonezi az tökürük, qarışdırırıq. Əgər az olarsa sonra əlavə edirik. Çünki çox olanda pomidor zat da su verir. Ona görə çox əlavə etmək lazım deyil. Bir qaşıq da əlavə edək. Kifayət edər. Artıq gördüyünüz kimi salatımız hazırdır. Yəni bax belə bu şəkildə eləyin. Hər kəsə nuş olsun. Çox dadlı və gözəl alınır. Bu qədər əziz izləyicilər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.